Neftin də qiyməti düşdü əziz tamaşaçılar. Neftin qiyməti düşsün, amma Azərbaycan da artıq Azərbaycanda da 80 siyasətini neft üzərindən qurmamalı, dövlət olmamalıdır. Başqa Azərbaycan yerli istehsalatı gücləndirməli, sənayesini gücləndirməlidir. Necə nə etməlidir? Yox da deyirəm, yəni zaten gec qalmışıq da deyirəm. Fövqəladə Hallar Nazirləri ayrı-ayrı ərəb şeyxlərini, milyarderləri yanında gəzdirincə, özünün milyardlarını Dubaya qoyunca, gəlsin Azərbaycanda böyük fabriklər tiksin də. Neft ayırma zavodu hələ də yeni modelləşmiş zavod Azərbaycanda tikilməyib. Azərbaycanın kənd təsərrüfatı sahəsində irəliləyiş yoxdur, yüngül sənayedə irəliləyiş yoxdur, ağır sənayedə irəliləyiş yoxdur. Nə var? Azərbaycan bu gün bir dənə ayaqqabı istehsal eləmir, bir kömlə istehsal eləmir, fabriki yoxdur. Azərbaycan kənd təsərrüfatı ölkəsi olduğu yerdə Azərbaycan qida məsələsində böyük çətinlik çəkir. Yumurta satanlar da yumurtanı bir qəpiyə satır. Reklam üçün, bir saatlığına fikir yaradırlar. O bir saatlığın içərisində... Bir saatın içində də cəmaat başlayar bu bir qəpilik Yox, yumurtadan. bir qəpilik yumurtanı alanları analiz elədilər. Nə yumurtası idi, içində nə var idi? Analiz olub ölkədə. Bilmirəm, məlumatım yoxdur. Yox, bəlkə onun içində millətə zəhər yedizdiriblər. Bəlkə 5 ildən sonra insanlar öləcək. Bəlkə o yumurtaların içərisindən Azərbaycana virüs yayılıb, yeni xəstəliklər yaranacaq. Analiz olunub bu ölkədə, yox. O yumurta satan bir dənə iş adamı var, adı nədir onun? O açıqlama verir bu məsələlərdə. Yumurta, nədir o? Mürvət, yumurta mürvət. Mən müraciət eləmişdim, səsi çıxmadı, göyərdi. Yox, yumurta mürvət açıqlama verdi ki, bunun arkasında kim durur? Yumurta mürvət deməyindən mi? Yox, adı elə, halq arasında elə də, yumurtanı Azərbaycana gətirən odur da. İsrailin yumurtalarını o gətirir da buraya. O yumurta ki, onu qoyursan cücə çıxır, amma o cücənin yumurtaladığı yumurtadan cücə doğulmur. Genetikanı dəyişən, insanların bütün dünyasını dəyişən, anti-insan hərəkətlərlə məşğul olan bunlar deyilmi? Ona belki sen yumurta satansan, yumurta xalq arasında da sana yumurta mürvət deyilir, bizi nə deyəcəksən? Yox, onun adam dəmir satır, deyirlər dəmir Əhməd, qarpız satana qarpız falan kəs deyilir. Bu da yumurta mürvətdə də, burada nə var abi? Gedin baxın, bütün yumurtaları, fabrikləri o gətirir. Hansı bağlılıqları var? Kimlə işbirliyindədir? Azərbaycana vurulan zərbələrdə bunlarla bir yerdə Qida Təhlükəsizlik Komitəsi hansı addım atdı, hansı açıqlama verdi bu ölkədə? Yox, sıfır. Candır bəy, niyə bu hər şey bu qədər dramatikləşirir? Niyə dramatikləşirir? Ayda, bəlkə də yumurta xarab olur, ona görə qiyməti... Ay xanım, mən də deyirəm, açıqlama versinlər, analizini çıxarsınlar. Elədir, dünən verdi açıqlama. Yox, analizini çıxarsınlar ki, onun içində zəhər olmuyor, onun içində virüs olmuyor. İndi adamlara ildən yamda bir dəfə bir qəpiyə yumurta satdılar, cəmaat sevindi, getdi, tökülüşdü, aldı, niyə onlar da qulp qoyaq? Bir saniyəliyinə sevilən bir xalq ömür boyu şikəst olacaqsa o sevinç kimə lazımdır? Yəni elə bir əsas var mı ki əlində? Mən də deyirəm ki ona izahatı verilsin. Araşdırın başqa məsələ. Araşdırma verilsin. Mən deyirəm Qida Təhlükəsizlik Komitəsinin mövqeyi var mı? Araşdırma aparıb ki o yumurta hardan gəlib, necə satılıb, niyə satılıb deyilib, yox. Aydındır. Mövzu ondan gedir ki xanım, Azərbaycanın qida gücü daha çox yerli gücə dayanmalıdır. Kənardan gətirilən sonsuzlaşdırma siyasətinə Azərbaycan aparan siyasətdən, qidalardan imtina edilməlidir. Azərbaycanda yeni nəslin övladları olmur. Xəbəriniz var mı? Niyə? Bu qidaları yeyirlər. O qidaları yediklərinə görə onların övladları olmur. Azərbaycanda nəsil azalması var. Əhalinin sayının azalması var. Bilirsiniz də yəqin ki. Bu bizi hara aparır? Bundan biz danışmalıyıq. Ən böyük cinayət budur. Ona görə Ləman xanım, Azərbaycan bütün mənalarda yerli istehsalatı gücləndirməlidir. Ortaq bazar məsələsində Türk dövlətlərindən birlikdə daha Amerika nə deyər, Rusiya nə deyər, Avropa nə deyər yığışdırmaq lazımdır. Ortaq gücümüzü birləşdirməliyik ki, qida kənardan gəlib Azərbaycanı və Türk xalqlarını, Türk dövlətlərini darmadağın etməsin. Bu ciddi məsələlərdir. Sənayemiz güclənməlidir. Doğrudur. Hərbi sənayemiz güclənməlidir, Türkiyə ilə bir yerdə addım atılmalıdır. Bütün gücümüzü ortaqlaşdırmalıyıq. Türkiyə artıq dünyada özünün yapay zəka siyasəti ki, öncül, heç kimdən asılı olmayan siyasətin içərisində yer alırsa,
bütün sahələrdə öz məhsullarını ortaya qoyursa, Türk dövlətləri artıq Türkiyə ilə bir yerdə ortaq modern turan siyasətinə girməlidirlər. Bütün istehsalat ortaqlaşmalıdır, güclənməliyik. Təklikdə kimi yanın qarşısında dura bilmərik, darmadağın olarıq.